Salam dostlar, son zamanlar sosial şəbəkələrdə sürətlə yayılan 3D Pixar tərzində videoları yəqin ki görmüsünüz. İstər Shorts'ta, istər Instagram Reels'də, istərsə də TikTok'da bu cür videolar çox böyük maraq doğurur. Və siz də belə videolar hazırlayıb həm izləyici qazanan, həm də pul qazananlardan olmaq istəyirsiniz. O zaman videonu sonuna qədər izləyin, videoların hazırlanmasının nə qədər asan olduğunu öyrənin. Bugün sizə sadəcə bir səs faylı və bir şəkil istifadə edərək bu cür videoları necə hazırlamaq mümkün olduğunu izah edəcəm. Bunun üçün əlavə olaraq iki proqramdan da istifadə etməyimiz lazım olacaq. İlk olaraq 3D Pixar stilinə çevirmək istədiyimiz serial, film və ya klip səhnəsini YouTube-da axtarırıq və uyğun bir kadr seçirik. Mən bu videonu 3D Pixar stilinə çevirəcəm. Bunun üçün klaviaturadan Shift Windows və S düyməsini sıxaraq animasiyaya çevirmək istədiyim görüntünün screenshotunu əldə edirəm. Daha sonra link hissəsindən gördüyünüz bu hissədən UB sözünü silirik. 3 hərfi silirik. Yut.com Enter'e basırıq və burada heç bir şeyə toxunmuruq. MP3 128 kilobitlə biz bu səs dosyasını, səs faylını format keçin MP3 sözün üzərinə klik edərək yükləyirik. Digər variantları seçsək, məsələn high, highest ya da medium. Bunlar artıq ödənişlidir. Bizə bu ölçüdə bəs eləyir. Səsi yükləyirik. Deməli görüntünü götürdük, səsi də indi yükləyirik. Klik etdikdən sonra açılan bu pəncərədə səs faylını istədiyiniz papkaya yükləyə bilərsiniz. Mən screenshot papkasına yükləyirəm, çünki bayaqki şəkil də screenshot papkasındadır. Hər ikisi də eyni yerdə olsun. Save düyməsini sıxırıq və buradan papkaya daxil oluruq. Deməli bizim artıq bayaq dediyim kimi bir səs faylımız və bir ekran görüntümüz var. İndi əlavə olaraq iki proqramdan istifadə edərək 3D Pixar animasiyasını yaradaq. Bunun üçün sora.chatgpt.com saytına daxil oluruq. Login düyməsini sıxırsınız. Açılan pəncərədə Continue with Google bölməsindən istifadə edərək elektron poçtla hesaba daxil olursunuz. Məsələn, mən öz hesabıma daxil oluram. Sayta daxil olduqdan sonra demək olar ki, aşağıdakılar hazır formada da heç bir şey toxunmaq lazım deyil. Çünki şəkil yükləyəcəyik. Hal-hazırda şəkil seçilib. Ölçü də bizə lazım olan ölçüdür. 2-nin 3-ə nisbəti. Shorts, Instagram Reels və TikTok üçün bu ölçü bizə lazımdır. Bu bölmədən plus düyməsini sıxırsınız. Upload from device, yəni cihazınızdan yükləmək. Bura klik edərək şəkli screenshot papkasından seçib open düyməsini sıxırıq və aşağıya 3D Pixar stilində yazaraq remix düyməsini sıxırıq və bir qədər gözləyirik. Mən sizin vaxtınızı almamaq üçün videonun bu hissəsini kəsəcəm. Bəli, təxminən 2-3 dəqiqəyə şəklimiz hazırdır. Şəklimizə baxaq. Onu da qeyd edim ki, gündəlik təxminən 3 şəkil dəyişə bilərik. Burada xanımın nəsə kök çəkdi. Bu şəkli bəyənmədim açığı. Ona görə mən o qızın başqa şəklinin screenshotunu götürəcəm. Görək bu dəfə xanımı biraz arıqlada bilirmi? Deməli dostlar, bu mahnının bu hissədən olan görüntüsünü götürəcəm. Bəli, bu şəkil yəqin qaranlıq düşdüyünə görə bunu yaxşı götürmədi. Çalışın aydın görünəcək formada olsun. Məsələn, mən bu şəkli screen elədim. İndi bunu atıram sora.com saytına. Geri qaydırıq. Bayaq etdiklərimizi təkrar edirik. Upload from device. Xanımın şəklini seçirik. Open. Bu şəkli 3D stili et. Remix. 2-3 dəqiqədən sonra şəklimiz hazır olacaq. Onu da qeyd edeyim ki, bu saytda sadəcə gündəlik 3 şəkil animasiya etmək şansımız var. Hazırda şəklimiz yüklənir. Şəklimiz hazırdır. Və şəkli kompüterə yükləmək üçün sağ düyməni basırıq. Save image as düyməsini sıxırıq və bunu hər hansı bir papkaya atırıq. Sonra bunu ikinci proqramımıza əlavə edəcəyik. Yenə screenshot seçək. Save. İndi keçirik ikinci saytımıza. Hedra.com saytı. Sayta daxil olursunuz. Yenə login düyməsini sıxaraq bundan əvvəlki saytda daxil olduğunuz kimi elektron poçtla sayta daxil olub hesab yaradırsınız. Və sizin aylıq istifadə edə biləcəyiniz kreditlər burada qeyd olunub. 400 olur. Sadəcə olaraq mən istifadə etmişəm. 275-i qalıb. Açılan bu pəncərədə audio script düyməsini sıxmaqla səsimizi əlavə edirik. Upload audio. Həmin papkadan səsi götürürük. Open. Proqram haqqında qısa məlumat verim. Deməli aylıq 400 kredi verir. Bir səsin maksimum uzunluğu 20 saniyədir. 20 saniyədən artıq olanda artıq ödənişli olur. Bizim hal-hazırda bu mahnımız, musiqimiz 1976-dır. Yəni 20 saniyədən çox deyil. Add to video düyməsini sıxmaqla səsi əlavə edirik. Daha sonra Start Frame düyməsini sıxmaqla Upload Image klik edirik. Daha sonra buradan 3D Pixar tərzində olan şəklimizi seçirik. Open və şəkildə yükləndi. Artıq səs faylımızı yüklədik, şəklimizi yüklədik və buradan ox işarəsinin üzərinə gətirəndə görürük ki 140 kredi istifadə edir. Yəni ortalama maksimum 20 saniyəlik səsdən 140 kreditimiz gedir. Siz bunu 5 saniyəlik, 10 saniyəlik videolar üçün də edərək burada verilən kreditlərinizə qənaət edə bilərsiniz. Amma onu da deyim ki, bu bir hesab üçün 400 kredi verir. Yəni siz istəsəniz başqa hesablardan da qeyddən keçirək aylıq 400 kredi əldə edə bilərsiniz. Deməli dostlar, buradan heç bir şey toxunmaya ehtiyac yoxdur. İstəsəniz bunu bu formaya sala bilərsiniz 9-dan 6 nisbəti. Amma ehtiyac duyulur onsuz da yenə də bu formada
videomuz hazırlanır. Burada isə istədiyiniz promptu qeyd edə bilərsiniz. Məsələn, musiqini oxuyanda kameraya baxsın. Aşağıdakı sözü klik edərək bizə hazır cümlələr verir. Person looks at the camera. Məsələn, personal kameraya baxsın. Və yaxud da istəsəniz başqa bir prompta daxil edə bilərsiniz. Mən sözünüzü yoxlamamışam, yəni tutaq ki, gözlərini yumsun, ya da sağa baxsın, sola baxsın, yoxlamamışam. Ümumiyyətlə heç nə yazmaya da bilərsiniz. Şəkli və səsi yüklədikdən sonra bu düyməyə klik edirsiniz. Idris character 3 is here. Continue düyməsini sıxırıq və bu proses təxminən bir 10 dəqiqə çəkir. Video hazır olsun, daha sonra davam edərik. Təxminən 10-15 dəqiqə videomuz hazırlandı. İndi videonu yoxlayaq görək necə alınıb. Bəli dostlar, siz də belə videolar hazırlaya bilərsiniz. Sadəcə daha çox video hazırlamaq üçün müəyyən bir maliyyət tələb olunur. İndi bu videonu kompüterə yükləyirik və daha sonra bayaq dediyim platformalarda paylaşırıq. İstər YouTube Shorts'da, istər Instagram Reels'də, istərsə də TikTok'da. Bir məsələni nəzərinizə çatdırım ki, yükləyəndə bu düymədən istifadə etməyin. Çünki bu zaman Hedra öz su nişanını videonun aşağısında göstərir. Çünki pulsuz versiyalarda Hedra özünü reklam edir. Lakin bu 3 nöqtədən yüklədikdə download Hedra saytına məxsus su nişanı olmur. Yükləyirik. Yenə hər hansı bir papkanı seçirsiniz. Məsələn, screenshot'a yükləyirəm yenə. Save və salam, bununla da işimiz bitdi. Əgər bu videoya çoxlu bəyənmə gələrsə, mən də bu mövzu ilə bağlı ikinci bir video çəkməyə daha çox həvəsli olaram. Çünki bu üsulla artıq sadəcə tək bir səhnəni deyil, 2 nəfərin söhbətini animasiya formasında hazırlamaq da mümkündür. Üstəlik məşhur serial filmlərdən, məsələn Şaban filmləri, Recep İvedik, Güldür Güldür, Komedixana və televiziya proqramlarında baş verən əyləncəli kadrları da bu cür 3D Pixar tərzində animasiyaya çevirib sosial şəbəkələrdə paylaşa bilərsiniz. Belə videolar hazırda sosial mediada çox sürətli yayıldığı üçün siz də həm izləyici qazana, həm də qazanc əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.